Salam, dəyərli dostlar, dəyərli izləyicilər. 115 min manata bu evi satıram. Baxın, geniş həyətyanı məhəlləsi var, dəyərli izləyicilər. Həyətinə rahat bir 2 avtomobil daxil etmək mümkündür. Masazır qəsəbəsində əsas yolu yaxın yerdə yerləşir. 2 mərtəbə, 4 otaq. Hər mərtəbəsi monolit betondur. Burada betondur, orada betondur, dəyərli izləyicilər. 1,80 hündürlüyündə zirzəmisi var. Buradan sizə zirzəmi hissəsini göstərim, sonra evlə sizə yaxından tanış edərəm. Baxın, kombisi bura yığılacaq. Evin altına keçmək üçün buradan yer saxlanılıb. Çox möhkəm, paket kupça, dövlət ipotekasına yararlı. Baxın, belə bir zirzəmi bugünkü gündə hansı evdə var? Monolitə baxın, necə səliqəli vurublar. Evin sağı, solu, arxası hamısında 1 metrə yaxın yer saxlanılıb. Qaz, su, işıq, kommunallar hamısı qaydasındadır. Təmir tamamlanma işləri gedir, sollanma işlərinə az qalıb. Real ev axtaran müştərilər tələssinlər. Belə evlər hər gün satışda olmur. Baxın, həyət böyük, qəşəng səliqəli məhəlləsi var. Əsas magistral yola yaxın yerdə yerləşir. Zeynəb marketin yaxınlığındadır. Qeyd etdiyim kimi, 1-ci mərtəbə ofis tipi oldu. Pləkan çox səliqəli işlənilib və enli saxlanılıb. Beton tökülüb, yəqin ki, üstü mərmər vurulacaq. Deməli, belə. Burada yerləşir bizdə 1-ci mərtəbədə qonaq otağı. Elə evi əslində bu vəziyyətdə görməyimizin xeyri ondan ibarətdir ki, evdə gedən təmir tikinti işlərindən xəbərimiz olur da, görürsünüz nəyi necə işləyirlər. Bura 1-ci mərtəbədə olan sanitar qovşaq hissəsidir ki, yerinə gördüyünüz kimi kafel metlaq vurulur. Buraları mərmər döşənilir. Burada stip oldu. Yəqin ki, bura laminat döşəniləcək. Evi bu vəziyyətdə də ala bilərsiniz. Tam təmirli vəziyyətdə də ala bilərsiniz. Tam təmirli təmir tamamlanma işlərini öz zövqünüzə uyğun da apara bilərsiniz ki, məsələn, avoidi qapıdır. Onların seçimini özünüz edə bilərsiniz. 2-ci mərtəbənin sanitar qovşaq hissəsi və 3 yataq otağı var burada. Bir otağımız buradadır. Bir otağımız buradadır və sonuncu otağımız buradadır. Dəyərli dostlar, dəyərli izləyicilər, betonun üzərindən dikt vurulub, diktin üzərindən laminat döşəniləcək. Bura eyvan hissəsidir və həyətyanı sahəsini göstərilib. Baxın, betonun üzərindən dikt vurulub. Yəni, birbaşa betonun üzərindən laminat döşənmir ki, o soyuqluğu falan keçməsin. Buyurun, ətraflı nə sözlü sualınız olsa, əlaqə saxlayırsınız, mən sizə məlumat verərəm. Kanalda hər qiymətə bina, həyət evləri, torpaq sahələrimiz mövcuddur. Kanala abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın.